Azərbaycandan qayıdan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Gürcüstan Hava Naviqasiya Xidməti hərbi təyyarənin həyəcan siqnalı vermədən radarlardan itdiyini açıqlayıb. C-130 ABŞ tərəfindən dizayn olunaraq istehsal edilən 4 turbovintli mühərrikə malik hərbi nəqliyyat təyyarəsidir. Hazırlıqsız və ya yarımhazır uçuş enmə zolaqlarından eniş və qalxış üçün nəzərdə tutulmuş təyyarə hərbi yük, qoşun və təxliyə daşımaq qabiliyyətinə malikdir. 1954-cü ildən bəri 2500-dən çox təyyarə istehsal olunub. ABŞ, Kanada və Avstraliyada daxil olmaqla 60-dan çox ölkə tərəfindən fəal şəkildə istifadə olunub. Türkiyə Hərbi Hava Qüvvələri 74 tam təchiz olunmuş əsgər daşıya bilən təyyarəni 1963-cü ildən bəri istifadə edir. C-130 çox məqsədli helikopterlərdən və 6 təkərli zirehli maşınlardan tutmuş standart paletli yüklərə və hərbi personala qədər geniş çeşiddə böyük ölçülü yük daşıya bilir. Bundan əlavə, C-130 izlənilən avadanlıqlar, yerdən yüklənmiş təchizatlar, hava platformaları, konteyner çatdırılma sistemi paketləri, nəqliyyat vasitələri, personal və ya aerotipli təxliyələr daxil olmaqla müxtəlif yük növləri üçün tez bir zamanda yenidən konfiqurasiya edilə bilər. Qeyd edək ki, müxtəlif mənbələrə görə C-130 təyyarələri 400-dən çox qəzaya səbəb olub və nəticədə ümumilikdə 3466 nəfər həlak olub. Bu isə son 40 ildə hər 250 min uçuş saatında bir təyyarə qəzasının qeydə alınması deməkdir. C-130-un qəza tarixçəsinə nəzər saldıqda mühərrik nasazlıqları, pis hava şəraiti, həddindən artıq yüklənmə və müharibə mümkün kimi amillər səbəb kimi qeyd olunur.